Necədir? Suallara 4 cavab var. Və bu 4 cavab, baxın, biri bəli, yəni ki, qəti olaraq 2 üstəgəl işarəsi. Biri mümkündür ki, ola bilsin, возможно, belə deyək də. Yəni, orada возможно bir müsbət. Yəni, o qədər də qəti deyilsiniz də, bəlidir. Biri xeyir, konkretno yox, ola bilməz, heç vaxt. Biri də ki, çox, skoriye всего нет, belə deyək də, çox güman ki, yox. Yəni, 4 cür cavab var da. Bir, 2 dənə müsbət, 2 dənə hə, bir dənə belə tərəddüdlü hə, bir dənə qəti yox, bir də tərəddüdlə yox. Bəli. Və burada əsas məsələ odur ki, baxın qabağında, hər sualın qabağında 4 dənə pəncərə var. O 4 pəncərənin birində qeyd edəcəksiniz. Ev yox, haradasa qarışdıra da bilərsiniz pəncərəni. Əsas odur ki, üstəgəlləri və çıxaqları düz qoyasınız sualın qabağında. Oxuyun, elə bu rahat suallardır. Bəli, gələm. Nərgiz, Ruçka çapmadı Ottуда dayı Bəli, mən indi bir paylayacağım. Mənə elə gəlir çox test lazım olacaq. Yenə verəcəm hər birinizə. Имя, фамилия, отвечать не надо. Не обязательно. Аноним. Зачем это? Как? Зачем? Вот там прочтете, özünüz görəcəksiniz. Bu bilirsiniz, çox rahat, gündəlik rastlaşdığımız bir hallardır, bir hisslər haqqındadırlar. Və təbii ki, bu testlər biz davamlı eləyəcəyik. Gələn dəfələrdə tamam başqa testlər də eləyəcəyik. Kime çapmadı İnşa neçədən var? Gələn, burada gələn verin, zəhmət olmasa. Çapmadı verin. O suallarda Bəli, düşünün, fikirləşin diqqətlə və konkret cavabınızı formalaşdırın. Sonra bilirsiniz. Çok güzel. Okuyun orada sualları. Bakın. Kim hansı sualda çətinlik olsa soruşun, o sualın izahatını deyin. Bəli. Demək, cavab 4'dür. Bəli, xeyir, bir də skoriye всего bəli, skoriye всего нет. Yəni ki, qəti hə, qəti yox, bir də tərəddüdlü hə və yox. Yəni, qəti hərdirsə 2 müsbət, belə tərəddüdlə skoriye всего, məsələn, mən balıq əti xoşlamam, amma yiyərəm də, o hədir. Amma biri də var, hə, mən tutaq ki, rəqs eləməyi yəqin ki, eləmərəm. Yox, bir də qətiyyən heç vaxt yox, 2 dənə mənfi.
Bəli, bəli.